sevimli əməkdaşımız Ülvi yenə də çıxıb belə şəhərin kəşfinə, axtarır, tapır maraqlı parklar, məkanlar sizi tanış eləmək üçün, əziz tamaşaçılar. Bu dəfə də çox gözəl, çox fərqli, çox ətirli bir parkdadır. Hardadır? Sürpriz eləyəcək bizə bu dəfə. Bəli, sürpriz eləyəcək. Axtarışa çıxıb. Nəsə axtarır, görün tapacaq yoxsa yox, özündən eşidəcək. Sabahınız xeyir olsun Ülvi, necəsiniz? Yaman küləklidir. Sabahınız xeyir olsun. Sabahınız xeyir, hər vaxtınız xeyir olsun, gününüz xoş, uğurlu olsun. Halınız, əhvalınız necədir? İlk olaraq onu soruşmaq istəyirəm. Həm sizdən, həm də bizi izləyənlərdən. Ümidvaram ki, yaxşısınız. Çünki bizim əhvalımız biraz korlanıb. İndi deyəcəm sizə biraz sonra niyə. Aysel xanım, siz bayaq vurğuladınız. Ətirli. Bəli, mən çox ətirli bir parkdan çıxacaqdım. Bugün Qızılgül parkından çıxacaqdım. Ancaq təəssüf ki, tıxaclar səbəbindən mən istədiyim yerə, istədiyim ünvana gedib çıxa bilmədim. Çünki hal-hazırda Nəşriyyat prospektində dəhşət tıxac var. Burada həddindən artıq tıxacda gözləməkdən əlavə mən istədim ki, elə burada tapdığımız parkdan, çünki mən burada tanıyırdım Yasamal parkını, hansı ki bu parkda mən neçə dəfə dincəlmişəm və məlumat vermək istəyirəm ki, bizim hal-hazırda olduğumuz park Yasamal parkıdır. Gördüyünüz kimi bizim olduğumuz gün, indiki bugün biraz küləklidir. Əlbəttə ki, bu vaxtı siz çölə çıxmayın. Daha doğrusu parklara. Çünki biraz xəstələnə bilərsiniz. Bundan əlavə havaların qəşəng günəşli olduğu, isti olduğu bir vaxtda hava temperaturuna baxın. Smartfondan elə çıxın. Bizim elə mən demək istədiyim bu parkda siz gəlib çox qəşəng ailənizlə, uşaqlarınızla piknik edə bilərsiniz. Sağ tərəfimizdə əyləncə mərkəzi quraşdırılıb xüsusi olaraq, sol tərəfimizdə isə açıq ərazidir. Siz bu ərazidə istədiyiniz vaxt ailənizlə, dostlarınızla gəlib əylənə bilərsiniz, əhvalınızı qaldıra bilərsiniz. Mən onu da qeyd eləmək istəyirəm ki, bu park 2014-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıbdır və həqiqətən də çox gözəl, çox maraqlı bir görüntüsü var. Belə deyərdim ki, bu parkda gəlib dincəlmək hər kəs üçün məncə vacibdir. Bir çox parkları mən sizə növbəti canlılarda göstərəcəm. Əslində bizim hal-hazırda sizə məlumat verməli olduğum park Qızılgül parkı idi. Mən havanın çox qəşəng olduğu vaxtı, günəşli olduğu bir vaxtı Qızılgül parkından sizlərə çıxacağım, orada göstərəcəm. Bir sürpriz də qoymuşduq biz orada ki, hansı ki göy Qızılgülü tapan şanslı insanlardır. Bu mövzu haqqında da məlumat verəcəm. Ona görə izləmədə qalın, qətiyyən keyfiniz pozulmasın. Hal-hazırda gördüyünüz Yasamal parkı əgər sizə maraqlı gəldisə, bura gəlirsiniz, qəşəng şəkillər çəkdirirsiniz, selfilər çəkdirirsiniz, Instagramda paylaşırsınız, amma unutmursunuz bizi etiketləməyi. Sabahın Xeyir Azərbaycanın Instagram səhifəsini etiketləyərək paylaşırsınız. Biz sizi görürük və səhifəmizdə paylaşırıq. Həm bizim üçün xoş olur, həm də siz yeni parkları tanımış və kəşf etmiş olursunuz. Xüsusilə mən bu belə deyə parkları göstərməyi niyə istəyirəm? Hal-hazırda paytaxtımızda yeni insanlar çoxdur, tələbələr çoxdur, gəzmək istəyən insanlar var, parkları bilməyən insanlar var. Mən bu cür parkları göstərərək istəyirəm ki, məlumatınız olsun. Belə, mənim çatdıracağım məlumatlardan bu qədər, söz sizdədir. Ülvi, harada tıxaca düşdün? Nə oldu, nə baş verdi? Yolları da elə görmüsən, yollarda vəziyyət necəydi? Nəşriyyat prospektində biz tıxaca düşdük. Firuz, dəhşət çox tıxac var idi. Mən istəmədim hər zaman belə deyək də tıxaclardan artıq bütün küçələri məncə bizi izləyənlər əzbərləyibdir. Odur ki, hər kəsin bildiyi yollardan ümumi vəziyyətdən danışdım. Hər kəsin bildiyi əlbəttə ki, 20 yanvar dairəsində tıxac var. Ondan sonra elə bizim gəldiyimiz küçədə Nəşriyyat prospektində tıxac var. Heydər Əliyevin prospekti, əsas yol və köməkçi yolda tıxaclar müşahidə olunur. Əgər yollardan istifadə edənlər varsa, bu canlıyı izlədikdən sonra və yaxud yola çıxacaqlar varsa, bu yolları nəzərə alaraq çıxsınlar və eyni zamanda alternativ üsullardan da mütləq istifadə eləsinlər. Mən artıq bu alternativ sözünü deyə-deyə dilimdə tük bitdi həqiqətən. Alternativ üsullar dediyim nədir? Metrodan istifadə edə bilərsiniz, skoterlərdən istifadə edə bilərsiniz ki, ancaq bu küləkli havalarda yox. Xüsusən də mən buradan çatdırmaq istəyirəm, yollarda gedərkən, nəqliyyat vasitələrindən istifadə edərkən çox diqqətli olun.
Ələxüsus da buradan piyadalara səslənmək istəyirəm ki, qətiyyən güvənməyin ki, qarşımızdan gələn avtomobil saxlayacaq və yaxud qarşımızdan gələn bizə hörmət edib dayanacaq. Xeyr, elə bir şey yoxdur. Əgər yolüstü keçiddən istifadə ediriksə, biz özümüzün güvənliyi üçün özümüzü qorumalıyıq. Ehtiyatımızı götürməliyik ki, başımıza da pis təhlükələr gəlməsin. Əlavə sualınız varsa, buyurun Firuz. Təşəkkür edirik Çox Ülvi. sağ ol, Mətbuat Ülvi. prospektində belə başa düşürük, tıxaca düşüb Ülvi və Ülviyə təşəkkür edirik.